Övlad dağı sinniyə çəkilsə, dözülməz dərddə ata üçün. Çətindir dözmək bu dərdə. Amma birdən o övlad fəzilətli olsa necə? Birdən o oğul fəzilətli insan olsa onda necə? Onda dağ daha çox artır. Nə qədər övlad dəyərli adamdır, atanın ürəyinə çəkilən dağ daha artıqdır. Ananın ürəyinə çəkilən dağ daha artıqdır. Bəs birdən o övlad o qədər fəzilətli ola ki, fəzilətdə bənzəri olmaya ümumiyyətlə. Tək ola, yeganə ola, onda dözmək olmur müsibətə. Əli Əkbər belə bir övladdır. Birdən övladın belə bir övlad ola ki, hamıdan çox peyğəmbərə bənzəyər. Hamıdan çox peyğəmbərə oxşayar. Onda necədir? Əşbəhun nas xəlqən və xulqən və məntiqən bi Rəsulillah. İnsanlar arasında İmam Hüseyin ağanın öz sözüdür. Hamıdan çox xəlqən, yəni bədən quruluşu baxımından, xulqən, yəni əxlaq baxımından, məntiqən, yəni danışıq baxımından hamıdan çox peyğəmbərə bənzəyən o idi. یکم تربت بذار تو قبر من ای بی کفن حساب کتابم